Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 14, yəni uşaqların məktəbə hazırlığından danışacağam. Mövzumuz çox maraqlı və yadda qalandır. Sadəcə biraz diqqətli olmaq lazımdır. Demək, uşaqlar məktəb təliminə 4 istiqamətdə hazır olmalıdır. Fiziki hazırlıq, emosional iradi hazırlıq, idrak proseslərinin inkişafı və nitq. Gələk fiziki hazırlığa. Ümumiyyətlə, fiziki hazırlıq nədir? Fiziki hazırlıq 2 istiqamətdə qeyd olunur. Kiçik motorikanın inkişafı, bir də sensomotor və məkan koordinasiyası. Ona da deyə bilərik böyük motorikanın inkişafı. Kiçik motorikanın inkişafı odur ki, əgər uşaq ayaqqabısının bağını düzgün şəkildə bağlaya bilirsə, köynəyini düyməsini bağlaya bilirsə, qaşığı düzgün şəkildə tuta bilirsə, yəni onun artıq nə inkişaf edib? Kiçik motorikası inkişaf edib. Demək, o uşaq məktəb təliminə hazırdır. Demək, o uşaq məktəbdə karandaşı, qələmi düzgün şəkildə tuta biləcək. Əgər bu uşaq qaşığı tuta bilmirsə, əlbəttə ki, məktəb prosesində də o müəyyən çətinliklərlə qarşılaşacaq. Bizim də məqsədimiz odur ki, uşaqlara bu bacarıqları bağça dövründə aşılayaq. Əgər biz bağça dövründə bu vərdişləri uşaqlara öyrətsək, onlarda bunu avtomatikləşdirsək, məktəb dövründə bu kimi problemlərdən rastlaşmayacağıq. Daha sonra sensomotor və məkan koordinasiyası o deməkdir ki, yəni uşaq düzgün şəkildə yeriməyi, hoppanmağı, tullanmağı, qaçmağı bacarmalıdır. Yəni onun aşağı ətrafı inkişaf etməlidir. Əgər düzgün şəkildə inkişaf etməyibsə, məktəb təlimi dövründə də müəyyən çətinliklərlə üzləşəcək. Məsələn, elə fiziki tərbiyə məşğələsini qeyd edeyim ki, uşaq məsələn ona verilən tapşırıqları düzgün şəkildə yerinə yetirə bilməyəcək. Müəyyən çətinliklərlə rastlaşacaq. Məsələn, müəllim tutaq ki, hər hansı təlimatlar verir ki, uşaqlar sürünün, hoppanın, tullanın. Uşaq artıq onu yarımçıq edəcək və ya edə bilməyəcək. Bu da artıq onda müəyyən mənada özgüvən əksikliyi yaradacaq. Ona görə nə etmək lazımdır? Biz bir müəllim olaraq, bir tərbiyəçi olaraq uşaqlarda fiziki hazırlığı həm böyük motorikanın, həmçinin də kiçik motorikanın inkişafına xüsusi diqqət göstərməliyik. Yəni maksimum dərəcədə uşağın kiçik motorikasını inkişaf etdirəcək müxtəlif oyunlar var. Müxtəlif. Məsələn, hər hansı muncuqlar verə bilərsiniz ki, ipə düşsünlər və ya hər hansı qabların qapaqlarını verə bilərsiniz ki, qapaqlarını bağlasınlar və ya hər hansı mərciləri lobyalardan seçə bilər və ya müxtəlif sayı hesabı yoxdur. Yəni bunu təbii ki, biz fiziki mədəniyyət məşğələsinin metodikasında danışacağıq, amma ümumən də kiçik motorikanı inkişaf etdirməkdən ötürü saysız hesabsız oyunlar var. Eyni zamanda böyük motorikanın inkişafı üçün də üz güclüyü deyə bilərik, velosiped sürməyi deyə bilərik, balans taxtalar var ki, orada oyunu deyə bilərik ki, bunlar hamısı uşağın böyük motorikasını inkişaf etdirir. Ümumilikdə, uşağın kiçik motorikası və böyük motorikasının inkişaf etməsi onun məktəb təlimində müəyyən mənada yəni işini rahat edəcək. Yəni, əgər uşaqlar bağça dövründən hazır olduqda, məktəb dövründə çətinlikdən qarşılaşmırlar. Bu bizim oldu fiziki hazırlığımız. Keçək emosional iradi hazırlığa. Yəni bu istiqamətdə hazırlığa nələr daxildir? Məktəbə getməyi sevinclə gözləyirlər. Yəni ümumiyyətlə diqqət eləmisinizsə, uşaqlar, balaca uşaqlar əgər bacıları, qardaşları məktəbə gedirsə, onlar da istəyir ki, məktəbə getsinlər. Ondakı çantanı görür, karandaşı görür, qələmi görür, geyimi görür, həvəs yaranır. Sevinclə gözləyir ki, mən də gedim məktəbə, bəs mən nə vaxt gedəcəm, mən ümumiyyətlə gedəcəmmi? Yəni bu uşaqlarda sevinc yaradır. Bu artıq onun emosional iradi cəhətdən hazırlığı ilə əlaqəlidir. Təbii ki, bu uşaq yəni görür ki, məktəbə getmək qəşəng bir şeydir. Və bu artıq onun bacı və qardaşlarının da məktəbə marağından irəli gəlir. Görür ki, onlar sevinclə gedir, xoşları gəlir, artıq onda da o sevgi yaranır. Yox, əgər görsə ki, anası uşaqları məcbur göndərir, təbii ki, bu balaca uşaqda da maraq yaranmayacaq. Qorxacaq ki, ora yaxşı yer deyil, ora getmək olmaz yəni. Bu təbii ki, bizim özümüzdən asılı olan bir məsələdir. Əgər biz uşağı sevinclə yola salsaq, növbəti bacısı, qardaşı da artıq məktəbə getməyi sevinclə arzulayacaq.
Daha sonra öz emosiyalarını və davranışlarını idarə etmək bacarığı. Əlbəttə, yəni uşaq öz emosiyalarını, davranışlarını idarə etməyi bacarmalıdır. Ümumiyyətlə parta arxasında necə əyləşmək lazımdır, tənəffüs zamanı nə etmək lazımdır. Yəni bu qayda qanunların hamısını bilməlidir və bunu da təbii ki, nə etməliyik? Biz özümüz bağça dövründən öyrətməliyik ki, ümumiyyətlə bağça dövründə uşaqlar nə etməlidirlər? Yoldaşı vurmaq olmaz, dərsə diqqətlə, yəni məşğələyə diqqətlə qulaq asmaq lazımdır, paylaşmaq lazımdır. Müəyyən qayda qanunlar var ki, biz onları bağça dövründə uşaqlara öyrədirik. Artıq bunu öyrənmiş və mənimsəmiş uşaqlar məktəb dövründə elə də çətinliklə qarşılaşmırlar. Çünki öyrətmisiniz də, yəni siz tərbiyəçilər öyrətmisinizsə, təbii ki, uşaqlar da, yəni məktəb dövründə belə bir problemlə qarşılaşmırlar. Çünki artıq özlərini apara bilirlər. Daha sonra çətinlikləri aradan qaldırma istəyi. Aydın məsələdir ki, yəni siz zaten bağça dövründə də müəyyən problemlər qoyursunuz, müəyyən situasiyalar qoyursunuz. Uşaqlar onu aradan qaldırmağı bacarırlar. Yəni necə etsələr aradan qaldıra bilərlər. Adi hər hansı bir tapşırıq verən zamanı o da bir problemdir də, yəni o da bir çətinlikdir. Uşaq onun öhdəsindən gəlməyə bacarır ki, yəni necə etsəm mən bu problemi aradan qaldıra bilərəm, bunu həll edə bilərəm, bunun öhdəsindən gələ bilərəm. Yəni bu artıq nədir? Çətinliyi aradan qaldırma istəyidir. Daha sonra məqsəd və nəticə yönlü. Təbii ki, hər bir uşağın məqsədi olmalıdır. Yəni hər şey əvvəlcədən planlaşdırmağı bacarmalıdır. Yəni belə deyim də, uşağı biz məqsədli şəkildə öyrətməliyik. Uşaq bilməlidir ki, böyüyəndə kim olacaq? Hansı peşə sahibi olacaq? Yəni bir uşağın bir məqsədi olanda onun üçün maraqlı olur. Yəni bağçaya getmək və ya məktəbə getmək uşaq üçün niyə vacibdir? Niyə olmalıdır? Məqsəd nədir? Nə əldə eləyəcək? Yəni bu sualların cavabını bilməlidir ki, onun üçün də bir həvəs olsun. Yəni o bilməsin ki, təkcə yəni məktəbə gedirsən, oxuyursan və sonu bunun nəticəsi də olmalıdır da. Yəni biz bu uşaqlara bunu öyrətməliyik. Hər dəfə soruşur ki, sən kim olmaq istəyirsən? Niyə o peşəni seçirsən? Yəni bu sualları biz o uşaqlara veririk. Niyə? Çünki istəyirik ki, o uşaq elə o həvəsdən, o sevincdən, yəni böyüsün, o məqsədə doğru getsin. İnsanın yəni bir məqsədi olmalıdır ki, ora yəni sevincdən addımlaya bilsin, hədəf qoya bilsin. Məqsəd olmayanda istərsəməz nəticə də olmur, heç bir şey olmur, yəni həvəs də olmur. Yəni bunlar hamısı bir-birindən əlaqəli bir məsələdir. Demək nə oldu? Fiziki hazırlıq, emosional iradə hazırlıq. Keçirik idrak proseslərinin inkişafına. İdrak proseslərinin inkişafı 4 istiqamətdə gedir. Diqqətin inkişafı, hafizənin inkişafı, təfəkkürün inkişafı, təxəyyülün inkişafı. Bu arada qeyd edeyim ki, imtahan suallarında istər müsahibə olsun, istər test mərhələsi olsun, bu hissələr düşür. Hətta müdirlərin test mərhələsinə də düşür. Yəni bu imenli, bu hissə müdirlərə də düşür. Özü də çox sadə formada düşür. Eyni elə buradakı kimi düşür. Demək, diqqətin inkişafına, demək sual olaraq belə düşmüşdü ki, bu əvvəlki imtahanlara diqqətin inkişafı, hafizə, təfəkkür, təxəyyül. Bunların adlarını qeyd ediblər və burada hazırda onların qarşısında olan cümlələr var ki, onları da qeyd ediblər kənarda və onların uyğunlaşdırmasını tələb edirlər ki, yəni uyğunlaşdırın. Çox rahat yəni. Heç burada yəni çətin heç bir şey etməyiblər. Sadəcə o adları qeyd edib və qarşılarındakını da qeyd ediblər ki, hansıdır, uyğunlaşdırın. Ola bilər ki, indi yazı olsun, ola bilər ki, yazı olmasın, şəkil olsun. Yenə də artıq siz mövzunun məğzini biləndən sonra sizin üçün uyğunlaşdırmaq elə də çətin olmayacaq. Demək, diqqətin inkişafından söhbət gedirsə, burada nələr olmalıdır? Puzzle'lar olmalıdır, labirintlər olmalıdır. Labirint puzzle varsa, demək söhbət diqqətdən gedir. Yəni bizim diqqətimiz, yəni diqqətdən nəyisə baxmasaq, yəni puzzle'lara baxmasaq biz onu qura bilərik. Əsla. Necə qura bilərik? Bizim gərək diqqətimiz maksimum o puzzle'larda olsun, maksimum onu analiz eləməliyik ki, biz o puzzle'ları qura bilək və ya da labirint olsun. Biz o labirintə diqqətlə baxmasaq, müəyyən obyekti müəyyən bir obyektə gətirə bilmərik. Yolda qarışdırarıq da. Labirint də yəqin ki, bilirsiniz də nədir? Bu belə cığırlardır, belə, yəni müəyyən bir əşyanı gətirirsən, müəyyən bir belə deyək də, hissiyə. Tutaq ki, siçandır, siçanı gətirir pendirin yanına. Bunu gətirməkdən ötürü müxtəlif yollar var. Yəni uşaq o yolları düzgün şəkildə istifadə etməlidir ki,
kənarda müəyyən qalmasın da, düzgün şəkildə gətirib çıxarsın pendirə. Belə bir şeydir, təxminən. Daha sonra bir dəqiqə. Daha sonra gəlirik demək nəyə? Hafizənin inkişafına. Hafizənin inkişafı qeyd olunur ki, yəni tutaq ki, uşağın biz gözünü bağlayırıq. Uşaq əvvəlcə baxır əşyalara və ya da şəkillərə, fərqi yoxdur. Sonra uşağın gözünü bağlayırıq. Biz oradakı şəkillərdən bir neçəsini götürürük. Sonra uşağın gözünü açırıq. Deyirik ki, Əli, yerdə hansı şəkillər yoxdur? Hansıları götürmüşük? Uşaq artıq deyir ki, məsələn, filan şəkillər yoxdur və ya da əşya olsun. Uşaq əvvəlcə görür hansı əşyalar var yerdə. Məsələn, 6 dənə əşya var. Uşağın gözünü bağlayırıq, o əşyalardan bir neçəsini götürürük. Sonra uşağın gözünü açırıq, deyirik ki, hansı əşya yoxdur? Deyir ki, məsələn, filan əşyalar yoxdur. Bu artıq onun hafizəsi ilə əlaqəlidir. Məsələn, elə uşaq var ki, birini tapıb deyəcək, elə uşaq var ki, götürülənlərin hamısını tap deyəcək. Bu artıq hansı uşağın hansı səviyyədə yadda saxlamasından irəli gəlir. Elə uşaq var yaddaşlıdır, elə uşaq var ki, yaddaşı nisbətən zəifdir. Bu da nədir? Hafizənin inkişafıdır. Daha sonra gəlirik təfəkkürün inkişafına. Təfəkkürün inkişafı isə, məsələn, orada şəkil olaraq verə bilər. Əşyaların fərqli və oxşar xüsusiyyətləri. Bu artıq təfəkkürdür. Məsələn, kvadratdan dairənin fərqi. Məsələn, birinin tərəfi var, birinin tərəfi yoxdur, birinin bucağı var, birinin bucağı yoxdur. İkisi də oxşar cəhəti nədir? İkisi də həndəsə fiqurdur. Amma bucaqları birində var, birində yoxdur, birində tərəf var. Burada artıq nədir? Oxşar və fərqli cəhətlər. İki fiquru müqayisə etdik biz. Bu artıq nə oldu? Təfəkkürün inkişafı oldu. Oxşar və fərqli anlayış varsa, demək söhbət təfəkkürün inkişafından gedir. Burada da belə bir fərqləndirmə ediblər. Məsələn, televizor və soyuducu. Əlbəttə ki, yəni ikisi də elektrik cihazıdır da, amma fərqi televizora baxırıq, soyuducuda isə hər hansı bir qidamızı saxlayırıq. Yəni ki, oxşar və fərqli cəhətlərdir. Müxtəlif, yəni məsələn, meyvə, alma, armudu müqayisə edə bilərik. İkisi də meyvədir. Dad olaraq amma oxşar fərqlilikləri çoxdur. Dad olaraq fərqlidir, forma olaraq fərqlidir, rəng olaraq demək olar eynilik var yəni. Amma ki, dad olaraq eyni deyil axı, forma olaraq eyni deyil axı. Yəni fərqli cəhətləri və oxşar cəhətlərini biz müqayisə edə bilirik. Bu da oldu təfəkkür. Daha sonra təxəyyülün inkişafı. Təxəyyüldən söhbət gedirsə, harda olmasından asılı olmayaraq, bilin ki, söhbət nağıllardan gedir, hekayələrdən gedir. Ümumiyyətlə, biz bu təxəyyüldən bəd təfəkkürün inkişafında danışacağıq. Orada artıq nağıllarda danışacağıq. Məsələn, müəllim nağıl danışır, uşaqdan tələb eləyir ki, onun arxasını davam elətdir. Bu artıq uşağın təxəyyülünə qalan bir məsələdir. O uşaq həmin o nağılın arxasını elə davam elətdirər ki, yəni heç özün də belə təəccüb eləyərsən ki, o nağılı bilmədən, oxumadan necə onu davam elətdirdi. Bu artıq onun yaradıcılığına bağlı bir şeydir. Yaradıcı uşaq artıq orada öz fantaziyasını, öz təxəyyülünü işə salır. Özdə bunu qeyd edeyim ki, uşaqla böyüyün təxəyyülü arasında yerdən göy qədər fərq var. Uşaqların təxəyyülü daha üst səviyyədədir. Məsələn, belə deyim də, yəni arxasını davam elətdirə bilər və ya deyə bilər ki, bu nağıldır, sizə bir nağıl verim, siz ona başlıq qurun. Yəni adlandırın da, bu nağılı adlandırın. Və ya ortada saxlaya bilər, deyər ki, məsələn, ortasını davam elətdirin axıra qədər. Müxtəlif versiyada da, yəni söhbət nağılın davam elətdirilməsindən gedirsə, yaradılmasından gedirsə, söhbət təxəyyülün inkişafından gedir. Yadınızda saxlayın. Daha sonra gəldik. Demək biz 4 istiqamətdən danışırıq. Birinci fiziki hazırlıq, ikinci emosional iradə hazırlıq, üçüncü idrak proseslərinin inkişafı, dördüncü isə nitqdən danışırıq. Demək nitqə nələr daxildir? Nitqə məktəbə qədər yaşlı uşaqlarla söz oyunu oynamaq. Nitqdən danışırıqsa, biz əgər uşağın nitqini inkişaf etdirməkdən danışırıqsa, əlbəttə söz oyunu çox əla oyunlardan biri hesab olunur. Məsələn, məktəbə qədər dövrdə təbii ki, belə deyək də, uşaqlar hərfdir, yəni savad təliminə o qədər də yiyələnmir. Əsas məktəbə hazırlıqda yiyələnir. Amma məsələn,
Düzdür, indi məktəbə hazırlıq üçün biz hərflərdən keçə bilərik. İndi artıq baxır da qrupun səviyyəsinə. Məsələn, belə bir söz oyunu oynaya bilərik ki, uşaqlar gəlin ancaq meyvə adları deyək. Kim meyvə adı tapmasa, o artıq uduzmuş hesab olunacaq. Biri alma deyir, biri armud deyir, biri heyva deyir. Kim artıq tapa bilmirsə, artıq onun söz bazasının azlığından irəli gəlir, artıq o yarışmadan uzaqlaşdırılır. Bu formada yəni söz oyunları oynamaq olar. Heyvanlardan bağlı ola bilər, tərəvəzlərdən bağlı ola bilər, qadın adları ola bilər, kişi adları ola bilər, fərqi yoxdur. Daha sonra oxumağı unutmayın. Uşağı daimi davamlı bayaqdan özüm danışıram. Bir dənə kopyalamaq istədim, onu da deyə bilmədim. Məndə yoxdur da o şey. Demək, oxumağı unutmayın. Uşağa daim davamının necə olacağını düşündürən maraqlı hekayə seçin. Bəzi sözləri özünün oxumasına icazə verin. Yəni ki, o da onun nitqini inkişaf elətdirir. O da onu düşündürməyə vadar edir. Əsas məsələ bilirsiniz nədir? Uşağın lüğətini artırmaqdır. Uşağın lüğəti nə qədər çox olarsa, nitqi də bir o qədər zəngin olar, nitqi də bir o qədər maraqlı olar. Yəni ona şərait yaradın, ona istiqamət verin ki, o özünü ortaya qoya bilsin. Daha sonra oxuduğunuzu müzakirə edərkən uşağa öz fikirlərini aydın şəkildə ifadə etməyə imkan verin. Bu da ən vacib olan bir məqamdır. Ki, yəni yoxlardan qane olmayın da, çalışın ki, o da öz fikrini ortaya qoya bilsin. Daha sonra monoloji nitqə yiyələnməyə vacibdir. Bu olur uşaq öz-özünə danışır. Yəni bu vacib məsələdir. Biz dialoji danışdığımız kimi monoloji da şərait yaratmalıyıq ki, uşaq öz fikrini danışsın. Deyir ki, hekayəni oxuyub bitirdikdən sonra məzmunla bağlı suallar verin. Uşaqdan hekayənin xülasəsini danışmağı xahiş edin. Uşaq onu artıq özü belə deyək də monoloq edəcək yəni. Bu da artıq onun nitqinin inkişafına şərait yaradır. Olur məsələn, birinci sinif uşaqlardır, hələ də fikirlərini ifadə edə bilmirlər, hələ də nitqləri inkişaf etməyib, söz bazaları azdır, nə dediyini başa düşə bilmirsən. Bu da nəylə əlaqəlidir? Bu da uşağın nitqinin də lüğət ehtiyatının az olmasından irəli gəlir. Bağça dövründə bu uşağı az danışdırırlar və ya danışdırmırlar. Elə uşaqlar var ki, ümumiyyətlə danışmaq istəmir. Yəni biz şərait yaratmalıyıq ki, onlar özlərini ortaya qoya bilsinlər. Onlar nitqlərini aktiv şəkildə istifadə edə bilsinlər. Bu da təbii ki, nədir? Uşağın məktəb təliminə hazırlığı deməkdir. Uşaq artıq burada düzgün şəkildə danışırsa, məktəbdə də rahat şəkildə hekayələr danışacaq, nağıllar danışacaq, şeirlər əzbərləyib söyləyəcək, yəni özünü tam şəkildə ortaya qoya biləcək. Daha sonra hə, yox cavabına qane olmayın. Ən vacib olan məqamdır. Hətta bizim bundan öncəki dərsimizdə qeyd olunmuşdu ki, müzakirə iş üsulunda deyir ki, hə, yoxdan qane olmayın. Məsələn, hə, yox qapalı belə deyək də, cavablardır. Hə, yoxdan qane olanda artıq uşaq səbəb-nəticə əlaqəli fikirlər irəli sürmür. Bu da təbii ki, onun nitqinin inkişaf etməsini dayandırır. Biri var, açıq suallara cavab versin. Bir də var ki, məsələn, adın nədir? Məsələn, deyirəm, Göyçək. Yəni, nə oldu? Mənim nitqim nə qədər inkişaf etdi? Heç nə. Amma səbəb-nəticə əlaqəli sual soruşulsaydı, əlbəttə ki, o daha uzun cavablar verərdi. Bu da artıq onun nitqinin inkişaf etməsinə şərait yaradardı. Daha sonra hadisələrdə ardıcılığı gözləməyi və hadisələri təhlil etməyi öyrədin. Yəni artıq bu təhlil etmə də onun nitqini inkişaf etdirir. Hər hansı bir hadisəyə fikir bildirəndə, onu analiz eləyəndə uşağın nitqi inkişaf eləyir. Daha sonra aşağıdakı sözlərin düzgün başa düşüldüyündən əmin olun. Üstündə, altında, içində, sağında, solunda, uzaqda, yaxında, qarşısında, arxada və s. Bu da nədir? Bu da lüğət ehtiyatını zənginləşdirən maraqlı sözlərdir yəni. Bunu belə çortəbii şəkildə qoymayıblar ora. Məsələ nədir? Məsələ uşağın lüğətini zənginləşdirməkdir. Təbii ki, lüğəti zəngin olan uşağın nitqi də gözəl olacaq. Ona görə çalışın ki, məktəbə qədər dövrdə ən çətin sözləri, yəni uşağın qarşısına çıxmayan sözləri uşağa izah eləyin. Uşağı izah eləyəndə artıq uşaq onun mənasını biləcək. Uşaq artıq onu lüğət fondunda işlətməyə bacaracaq. Bu da artıq onun düzgün şəkildə nitqə sahib olmasına şərait yaradır. Nə qədər lüğət varsa, bir o qədər də gözəl nitq olacaq. Belə müəllimlər, ümid edirəm ki, hər şey aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın.
Sağ olun, özünüzə yaxşı baxın.